İspat edək ki, üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu r bərabərdir 2s bölünsün a plus b plus c şəklindədir. Biz bilirik ki, uşaqlar radius toxunana perpendikulyardır. Digər radiuslarımızı da çəkək. Eləcə də r da b-yə perpendikulyardır. R həm də a-ya perpendikulyardır. Gəlin burada üçbucağı sahələrin bölünməsi aksiomundan istifadə edək. Bax, verilən üçbucağı üçbucağa ayıraq və tək-tək sahələrini tapaq. A, O, B adlandıraq. Məsələn, burada C olsun. S üçbucaq A, O, B. Biz bilirik ki, tərəf vur hündürlük bölü 2. S vur R bölü 2 düsturunu yaza bilərik A, O, B üçün. İndi A, O, C üçbucağı üçün yazaq. S, A, O, C. A vur R bölü 2. S üçbucaq A, hansı qaldı üçbucaqlarımızdan? B, O, C qaldı. B, O, C. S üçbucaq B, O, C-ni tapaq. B vur R bölü 2. Onda S, A, B, C böyük üçbucağımız. Bu üç sahənin cəmi kimi yazsaq bunları. Elə bil ki, A R bölü 2 plus B R bölü 2 plus C R bölü 2. Bunların hamısından ortaq vuruq. R bölü 2 çıxır. İçəridə isə A üstəgəl B üstəgəl C qalır. A plus B plus C-dəki buradan çarpaz vursaq 2S bərabərdir R A plus B plus C. Buradan R'i tapsaq R bərabərdir 2S bölünsün A plus B plus C şəklində teoremi ispat edə bilərik. Teorem sahələrin bölünməsi aksiyonuna əsasən ispat olunur.